xəttində hər iki tərəfdən itki və yaralıların olduğu gərginlik zamanı isə Azərbaycanın müdafiə sənayesinin istehsalı olan pilotsuz təyyarələr etimadı doğrultdu. Bu barədə nazir Yavər Camalov Azərbaycan məhsullarının müdafiə sənayesi sərgisində təqdimatı zamanı açıqlama verib. Aynısının xüsusi müxbiri İlkin Kərimovun sərgidə Azərbaycandan başqa diqqətini cəlb edən stendlər Rusiya, Ukrayna, İsrail və Türkiyənin olub. Bakıda keçirilən Beynəlxalq ADEX 2014 sərgisi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi bir sıra şirkətlərlə müqavilə bağlayaraq istehsalat sahəsini genişləndirəcək. Bu ilin sonuna 5 yeni zavod və 7 yeni istehsalat sahəsi istismara veriləcək. Bununla da silah istehsal edən zavodların sayı 27-yə, istehsalat sahələrinin sayı isə 58-ə çatacaq. Müdafiə Sənayesi Naziri Yavər Camalov məmulatların sınaqdan uğurla çıxdığını dedi. Demək olar ki, bu günləri döyüş sursatları ilə tam şəkildə biz ordumuzu təmin edirik. Eyni zamanda hərbi texnikanın bir qismi ilə təmin edirik. Bu son hadisələrlə bağlı bizim pilotsuz uçuş aparatlarımız demək olar ki, verilən tapşırıqları tam yerinə yetirmiş və həm Müdafiə Nazirinin rəhbərliyinin, həm də ki, Müdafiə Sənayesi Nazirliyi, eləcə də bizim müştərək müəssisənin rəhbərliyinin etimadını doğrultmuşdur. Sərgidə 168 adda məmulatla təmsil olunan Azərbaycanın müdafiə sənayesinin pavilyonuna maraq böyükdür. Azərbaycan yeni və modifikasiya etdiyi məmulatlarla dünyanın silah istehsal edən aparıcı dövlətləri ilə rəqabətə davamlılıq göstərir. Müdafiə sənayemiz 900 adda döyüş texnikası, silah-sursat, mərmi, aviabombalar, qumbaratanlar və digər vasitələr istehsal edir. Sərgidə Azərbaycan Müdafiə Sənayesinin istehsal etdiyi bəzi silahlar ilk dəfə olaraq nümayiş etdirilir. Onlardan biri SVD snayperinin təkmilləşdirilmiş forması olan yırtıcı 7,62 mm-lik snayperdir. Digəri isə yalquzaq, yenə də 7,62 mm-lik digər snayperdir. Azərbaycan ordusunun yeni geyimləri də sərgi iştirakçılarına maraq oyadıb. Bu güşədə müxtəlif güc struktur orqanlarına aid parad üçün həmçinin yay-qış hərbi formaları nümayiş etdirilir. Ölkəmizin məhsullarına diqqət etdiyi ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri də var. Azərbaycanlı nümayəndə heyəti polis üçün zirehli maşınlarla maraqlanıb. Bugün Azərbaycandan olan nümayəndə heyəti bizim stendin qarşısına dayanırlar. Onlar Azərbaycan polisi üçün Puma avtomobilləri ilə maraqlanırdılar. Hələ danışıqların ilkin mərhələsi olduğuna görə bu mövzuda əlavə proqnoz vermək istəmirəm. Sərgidə 30 ölkənin 200-dən artıq şirkət iştirak edir. Nümayişdə münaqişə tərəflərinin stendləri də maraq doğurmaya bilməz. O cümlədən Rusiya və Ukraynanın. Hər halda müharibə şəraitində olan bu iki ölkənin hərbi potensialını müqayisə etmək istəməzdik. Lakin Rusiya Federasiyası bu sərgidə də ənənəsinə uyğun olaraq güc nümayiş etdirir. Rusiya ordusunun arsenalında olan bütün növ silah və texnika ilə təmsil olunur. O cümlədən döyüş helikopteri, BMP-T kimi ağır texnika, müxtəlif döyüş maşınları və digər silah-sursatlar. Sərgidə iştirakımız bizim üçün çox əhəmiyyətlidir. Həm ölkələrimiz arasında iki tərəfli münasibətlərin genişləndirilməsi, həm də bölgədə hərbi əməkdaşlıq baxımından. Elə ilk gündən görünür ki, bu sərgi burada yaradılan geniş meydan imkanlarımızın təşviqi üçün mükəmməldir. Ukrayna isə sərgidə əsasən silah və texnikanın təmir bərpasını, modernizasiyasını aparan şirkətlərlə təmsil olunur. İstehsal olunan müxtəlif təyinatlı silah və texnika Ukraynanın şərq vilayətlərinə göndərilir. Düzdür, biz xaricədə məhsullarımızı ihrac edirik. Lakin Ukraynadakı vəziyyətdən xəbərdarsınız. Rusiyanın işğalını nəzərə alaraq daha çox texnika istehsal etməyə çalışırıq və məhsullarımızı əsasən daxili bazara yönəldirik. Sərgidə ən böyük pavilyona malik iştirakçılardan biri İsrail və Türkiyədir. Türkiyənin sərgidə iştirak edən 30 şirkətindən biri Roketsan firması idarə olunan raket komplekslərini əyani şəkildə nümayiş etdirir. Bu firmanın raket və bombalarından 7 ölkənin ordusunda istifadə olunur. Bizim de amacımız burada savunma sanayi alanında Azerbaycan'la işbirliği yapmak, burada istihsalat yapmak, birgə istihsalat olabilir, birlikte çalışırız, yaparız. Sabahda davam edəcək sərgi çərçivəsində yeni müzakirələrin aparılması və yeni müqavilələrin imzalanması gözlənilir.